Salam, mən Kaspiyaq şəhər liseyinin teatr dərnəyi müəllimi Azər Əyazoğlu. Teatr yalnız səhnədə rol ifa eləmək deyil. Teatr həm də özünü ifadə eləməyi, düzgün şəkildə ifadə eləməyi, hiss etməyi və düşünməyi öyrədən bir sənət növüdür. Səhnə həyatın güzgüsüdür. Başla! Teatr dərnəyinin əsas məqsəd uşaqları yaradıcı potensialını üzə çıxarmaq, onların şəxsiyyət kimi formalaşmasına dəstək olmaqdır. Teatr dərnəyində tədris prosesi sıfırdan başlayır. Dərslər etüd, improvizasiya məşğələləri, səhnə danışığı, bədən dili, səs, nəfəs üzərində iş və tərəf müqabili ilə qarşılıqlı fəaliyyət arasında aparılır. Həm də kommunikasiya bacarıqlarının inkişafına xidmət eləyir. Əldə olunan bilik və bacarıqlar müxtəlif tədbirlərdə, səhnələrdə, çıxışlarda, praktikada tətbiq olunur. Tədbirlərdə uşaqlar yalnız səhnə bacarıqlarını deyil, həm də həyəcanlarını kulisdə qoyub səhnəyə çıxmağı öyrənirlər. Onlara gələcəkdə sosial layihələrdə, kütlə qarşısında özlərini doğru, düzgün şəkildə ifadə eləməyi bir daha öyrədir.